Ermənistanın siyasi meydanında isə gərginlik davam edir. Paşinyan hakimiyyətə qarşı çıxanlara sərt cəza tədbirlərinin görülməsini tapşırıb. Artıq hüquq mühafizə orqanlarının onun əmrinə uyğun hərəkətə keçdiyi də bildirilir. Analitiklər Paşinyan hakimiyyətinin bu addımının siyasi rəqiblərin neytrallaşdırılması məqsədi ilə olduğunu qeyd edirlər. Ermənistanda daxili siyasi vəziyyət getdikcə gərginləşir. Ölkədə xaosun hökm sürdüyü bir vaxtda baş nazir Nikol Paşinyan hüquq mühafizə orqanlarına ona tabe olmayan şəxslərlə bağlı sərt göstəriş verib. Hökumət başçısı hakimiyyətə qarşı çıxanlara ciddi cəza tədbirlərinin görülməsini əmr edib. Bu barədə məlumatı Ermənistan İravun qəzeti yayıb. Artıq hüquq mühafizə strukturlarının baş nazirin göstərişinə uyğun olaraq fəaliyyətə başladığı bildirilir. Məlumdur ki, 2026-cı ilin iyununda parlament seçkisi planlaşdırılır. Müxalifət və narazı qüvvələrin fəallaşması fonunda Paşinyan bu addımı düşünülmüş siyasi taktika kimi dəyərləndirilir. 8 avqust razılaşmasından sonra revanşistlərin, o cümlədən Rusiya bağlı qüvvələrin, həmçinin kilsənin təzyiq cəhdlərini artırması heç şübhəsiz ki, Paşinyanın addımlarını radikallaşdıracağını deməyə əsas verirdi və bu barədə proqnozlar artıq özünü doğrultmaqdadır. Növbəti dönəm ərzində konstitusion islahatlar, həmçinin bu istiqamətdə referendum və yeni seçkilər məsələsi indidən proqnozlaşdırmaq mümkündür. Paşinyan onun qarşısını kəsən, siyasi mənada ayağına dolaşan rəqiblərini ənənəvi qaydada aradan çıxarmaqda heç bir tərəddüd göstərməyəcək.